Hansı cümlədə termin işlənmişdi? A bəndə. Son anda özünü ələ ala bildisə də səsini dəyişə bilmədi. Bu cümlədə termin işlənməyib. Dövlət başçılarının hamısı kömək etməyə razı oldu. Yenə işlənməyib. Onların tutduqları mövqe barəsindəki xəbərin qiyməti yoxdur. Bu cümlədə də termin yoxdur. Bizim əsas qüvvələrimizin yeri düşməndən gizli saxlanılacaq. Bizim əsas qüvvələrimizin yeri düşməndən gizli saxlanılacaq. Bu cümlədə də yoxdur. Y bəndində şeir janrları bənddəki misraların sayına görə təyin olunur. Burada şeir sözü, janr sözü, bənd sözü, misra sözü hamısı termindir. Sualın cavabı olur Y bəndi. Hansı cümlələrdə sinonimi ilə əvəz oluna biləcək amonim söz işlənmişdir? Əvvəlcə cümlələrdən amonimləri tapaq. Həyətdəki qaz boynunu uzadıb üstümə gələndə qorxdum. Qaz sözü amonimdir. Vərəqin aşağısında müdirin hamımıza tanış olan qolu vardı. Qol sözü, var sözü amonimdir. Üzü toza bulaşdığı üçün heç kim görmədən yuyunmaq istədi. Üzü toza bulaşdığı üçün heç kim görmədən yuyunmaq istədi. Üzü sözü, üz amonimdir. Ananın gözündəki yaşların səbəbi hamımıza məlum idi. Yaş sözü amonimdir. Baxın şöyle hansılar sinonimlə əvəz edə bilir. Həyətdəki qaz boynunu uzadı. Buradakı qaz quş mənasındadır o. Toyuq, cücə, qaz, ördək, onun sinonimi yoxdur. Vərəqin aşağısında müdirin hamımıza tanış olan qolu imzası vardı. İmzası vardı, əvəz eləyirik? Yox. Üzü toza bulaşdığı üçün üzü, çöhrəsi, sifəti və s. əvəz elədik. 2-3 B bəndi. Sualın cavabı olacaq B bəndi. Dördüncü cümlədə də ananın gözündəki yaş, bu göz yaşının sinonimi varmı? Yox. O yaş sözünün nəmlik kimi mənası o ayrı sinonim. Amma buradakı yaşla o yaş deyil. Bu isim yaşdır. Cavab olur 2-3 B variantı. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Bəzən tüfəng alıb çıxsam da düzə, ceyran ovlağından aralı gəzdim. A bənd. İsimlərin dördü də təkdədir və konkretdir. İsimləri tapaq. Tüfəng, düz, ceyran, ovlaq. Bəli, bunlar nədir? Konkretdir, doğrudur. Adlı halda olan isim yoxdur. Tüfəngi alıb düzə çıxsam, ceyranın ovlağı, yəni qeyri-müəyyənlik haldadır. Ovlağından çıxış hal, bu da doğrudur. İsimlərdən ikisinin yazılışı dəyişir, fərqlənir. Tüfəng alıb da ondan sonra saitlə başlayan söz gəldiyi üçün dəyişmir, düzə dəyişmir. Ceylan ovlağından. Bir dənə burada dəyişir. Deməli, bu səhv fikirdir. Bir isim mənsubiyyətə görə dəyişmişdir. Bəli, ovlağı sözü ceyran ovlağı düzdür. İsimlərdən biri amonim kimi işlənə bilir. Düz sözü amonim kimi işlənə bilir. Doğru fikirdir. Sualın cavabı olur C bəndi. C bəndəki fikir nümunə ilə bağlı yanlışdır. Hansı cümlədə altından xətt çəkilmiş ismi iki halda düşünmək olar? A bəndi. Nabələd adam burada azar. Adam azar, bu adlı haldır. Ötən gün özümə paltar aldım. Paltarı aldım, təsirli çal. Başqa da düşünmək olur. Bir dəstə qızıl gül gətirmişdi. Gətirmiş nəyi qızıl gülü? Təsirli çal. Evin yanında maşın gözləyir. Məsələn, kimsə evin yanında maşını gözləyir. Bir də var, maşın kimisə gözləyir mənası. Bunu həm adlıq, həm də təsirli çalda göstərə bilərik. Yəni, həm obyekt kimi, mən maşını gözləyirəm kimi, bir də var, bu maşın gözləyəndə subyekt kimi işi görən mənasında cavab olacaq D bəndi. Qələm sahibləri də gəlmişlər, bu da adlı haldadır. Cavab D bəndi. Hansı cümlədəki ilk ismin halını dəqiq müəyyən etmək olmur? A bəndi. Ana sevgisi qarşılıqsız olan varlıqdır. Bax, burada diqqətli olun bu məqamlarda cümləni əsas xəbəri ilə əlaqələndirməyə çalışın. Varlıqdır. Nə? Ana. Varlıq olan burada anadır. Deməli, ana adlı hal. Yəni, ana sevgisi qarşılıqsız olan varlıqdır deyəm. Ana sevgisi qarşılıqsız olan varlıqdır. Kənd sakinlərin səyinə görə inkişaf etdi. Nə inkişaf etdi? Hara inkişaf etdi? Kənd. Məsələn, kənd sakinləri deyil. Qış səhəri çox soyuq olan fəsildir. Yəni, qış səhəri çox soyuq olan fəsildir. Fəsildir. Nə? Qış. Adlı halda. Qardaşı gələndən bəri onlara getməmişdi. Kim gələndən qardaşı adlı haldadır. Dəqiq müəyyən etmək olur. Ana həsrəti ilə bacarmır, elə hey ağlayır. Bax, kimsə ana həsrəti ilə bacarmır. Bir də var, ana həsrəti ilə bacarmır. Deməli, burada ana sözünü həm adlı halda düşünə bilərik, həm də qeyri-müəyyənlik halda düşünə bilərik. Cavabımız olur Y bəndi.
İlxını suya aparanda yol buz idi. Babam birdən sürüşüb yerə dəydi. Cümləsi ilə bağlı düzgün fikirləri müəyyən edin. Nümunədə işlənib, nümunədə işlənməyib. Baxaq şöyle cavabımız hansı olacaq. Adlı halda işlənmiş müzərrəd isim. İlxını suya aparanda yol buz idi. Babam birdən sürüşüb yerə dəydi. Bu cümlədə müzərrəd isim yoxdur. Ona görə bunu çıxırıq. Bir olan bəndləri çıxırsınız. Təsirli halda işlənmiş konkret isim. İlxını suya aparanda, bəli, ilxını konkret isimdir. Bunu qəbul edirik. Çıxışlı halda olan isim, bax, isimlər ümumiyyətlə ilxı, su, tutaq ki, buz, babam, yer. Bunlar isimlərdir. Çıxışlı halda olan varmı? Xeyr. Bəli, işlənməyib nümunədə, toplu isim işlənib, öyle bunu çıxırıq. İlxı toplu isim. Cavab olacaq 2 ilə 3 D bəndi. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Ulduz işarəsinin yerində ki olmalıdır, ulduz işarəsinin yerində ich olmalıdır. Bax, diqqətli olun, buradan uyğunsuzluq dediyinə görə cədvələ, siz buradan əksini tapacaqsınız. Yəni, ki olmayan, ich olmayan. Yəni, çünki bizdən uyğunsuzluq istəyir. Materik, yəni, burada qıraqda yazaq görürsünüz. Materik, pişik otu, püşkatma. Deməli, ki olmalıdır deyilsə, olmamalıdır seçmeli. Olmamalıdır olanlar 1 ilə 2-dir. Gəlirik sağ tərəfə. Örpək olur, tündük olur, şəksiz olur. Burada da olmalıdırın əksi olmamalıdır, 6 olacaq. Cavab olacaq 1, 2, 6 A bəndi. Sözlərin fonetik xüsusiyyətləri ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Bizə fikirlər verib, onun qarşısında doğru yanlış verilib, yəni hansının doğruluğunu və yanlışlığını təsdiq edirsə, onları seçəcəyik. Yerləşmək sözünün yazışı ilə təliffuzu arasında 2 fərqli məqam var. Bax, yerləşmək necə olur? L, R kimi tələffüz olunur, Ç da ich kimi tələffüz olunur. Doğru olduğu üçün bunu doğru qəbul edirik. Yəni, bu da doğrudur, bu da qarşısında doğru yazılır. Ziddiyyət sözünün tələffüzündə 4 cingiltili samit var. Baxaq, yanın biri düşür da, düzdür, sayaq. 1, 2, 3, 4. Bu doğrudur. Amma bura yanlış yazdığı üçün bunu seçmirik. 2 olan bəndləri çıxırıq. Gəldik 3. Ucqar sözündə samitlərdən biri qarşılığı kimi tələffüz olunur. Ucqar sözünün yazışı deyişi fərqlənmir. Yəni, ucqar demirik. Ona görə bu yanlışdır. Burada doğru yazıldığı üçün bunu da seçmirik. 3'ü çıxırıq. Şahin və şahanə sözlərində uzun tələffüz olunan sait eyni hecadadır. Xeyr, yanlışdır və bu da yanlış olduğunu təsdiqləyir. Deməli, bu doğru fikir olacaq. Sabahçı sözündə 3 kar, 1 cingiltili samit iştirak edir. Sabahçıda s, h, 2 kar, b da cingiltili, 3 kar, 1 cingiltili doğrudur. Bu da doğrudur. Doğru olduğunu təsdiqlədi. Cavabımız oldu 1, 4, 5 C bəndi. Hansı cümlədə frazeoloji birləşmə işlənməmişdi? A. Demək, dünən dil tökməyimin heç bir təsiri olmayıb. Dil tökmək, yalvarmaq, ağız açmaq mənasında işlənib, o anı çıxırıq. Görüşmək üçün əl uzatdım. Əlinin palçıqlı olduğunu görüb tez geri çəkdim. Yəni, əl uzatmaq, əlimi uzatdım. Əl uzatmaq nə zaman fraza birləşmə olur? Kömək etmək mənasında. Nəsə bir işdən tutmaq mənasında. Düzdür, yəni deyir, əl uzat bu işi görmən. Amma əlimi həqiqətən uzadıram görüşmək üçün, amma palçıqlı olduğunu görüb geri çəkirəm. Burada fraza birləşmə yoxdur. İşlərimi başa vurub kompüteri söndürdüm, çay qoydum. Başa vurmaq, yəni bitirmək mənasında fraza birləşmə işlənib. İşte əldən düşən adamlar evə tez çatmağa çalışırdılar, əldən düşən yorulan mənasında. Y bəndi gözümün odunu almışdı, yəni mənə qorxuzmuşdu mənasında, ona görə kimi gizlənirdim. Cavab oldu B variantı, bu cümlədə fraza birləşmə işlənməyib. Riyakar sözünə hansı şəkildə artırılsa, hərf və səs tərkibi fərqlənər. Yəni istəyir, səs düşümü ola bilər, səs dəyişimi ola bilər, səs artımı ola bilər və s. Məsələn, riyakardır, xəbərli şəkildə artıranda bilirik ki, R-nın biri düşür, bunu qəbul edirik. Riyakardan dəyişmir. Riyakarlıq olacaq, düzdür. Bu da dəyişdi. Riyakarın olmadı. Cavab 1, 3 A bəndi olacaq. Mətnə əsasən müqayisə cədvəlindəki düzgün fikirləri müəyyən edin. Bizə Sultan Əhmədlə vəzirin müqayisəsi verilib. Gəlin görək hansı fikirlər doğrudur. Sol tərəfdə Sultan Əhmədə aid olan fikirlər verilib, sağ tərəfdə də vəzirə aid. Taxtın rifahın naminə şəxsi qoşunu arxa plana atır. Bəli, bu doğru fikirdir. Mətndə yuxarıda ilk abzasda fikir verirsə, giriş hissədə göstərir ki, bu sultana toxundu. Ancaq narazılığını gizlətməli oldu, uddu, yavaşdan vəzirə dedi. Bəli, burada taxtın rifahı naminə susubda, hər halda ki, millət nədir? Üsyan eləyər bunu. Çünki
təhlükəli məqam vardı. Qardaşı şəhərə girmək istəyirdi və cəmaatdan bundan xəbəri vardı. Ola bilərdi ki, cəmaat onunla taxtdan düşürüb qardaşını gətirə bilsin. Bu doğru fikir kimi qəbul edirik bunu. Bir harda varsa saxlayırsınız, digərlərini çıxırıq. Yəni cavabımız B, C, Y bəndindən 1 olacaq. Xalqa olan mənfi münasibətini gizlətməyə ehtiyac duymur. Bəli, bu belə deyək ki, xalqa olan mənfi münasibətini gizlətməyə ehtiyac duymur. Amma duyur. Fikir verin. Yenə dediyimiz kimi gizlətməli oldu. Narazılığını gizlətməli oldu. Yəni burada artıq gizlədir. Bu ikini də çıxırıq. Deməli bu səhv fikir oldu. Gəldik vəzir tərəfə. Xalqa məqsədə çatmaq yolunda alət kimi görmək fikri onun dilindən verilir. Tamamilə doğrudur. Çünki burada nə deyir? Deyir, mən demirəm ki, bu xalq nədir? Səni istəyir, sənə nə edəcək və s. və s. Amma bax burada deyir, mən sənə demədim ki, Təbriz cəmaət sənə istəyir, sənə görə. Amma onlarla bir ata kimi danışmaq xeyri ola bilər. Onlar sənə inanar, şəhər darvazalarını qardaşın üzrə açmağa cəhd eləməzlər. Deməli, bu da doğru fikirdir. Birlə üçü saxlayırıq, digərlərini çıxırıq. 4. Səmimi yanaşmasına görə xalqın rəğbətini qazanmışdır. Son hissədə xalqın rəğbətini nədir? Görürük onu, necə rəğbətini qazanıb. 4-də səhvdir. Siyasi təcrübəsizliyi dövlətdə böhrana səbəb olacaq. Burada təcrübəsizlik yoxdur. Vəzirin təcrübəsizlikdən söhbət gedə bilmir. Sultan Əhmədlə də bağlı. Çünki təcrübəsiz olsaydı cəmaatdan incidiyini birbaşa üzərinə vurardı. Mövcud hakimiyyətin dəyişməsinə mane olmaq istəyir. Bəli. Vəzir də Sultan Əhmədlə, yəni hər ikisi Sultan Əliyə qarşıdırlar. Deməli cavab olacaq 1, 3, 6, Y variantı. Mətnə görə uyğunluğu müəyyən edin. 1, 2 verilib. Bunlara uyğunluq tapmalıyıq. Sultan Əhmədlə vəzirin diyaloqundan çıxan nəticə, papaqçı və başmaqçının diyaloqundan çıxan nəticə. Vəzir mövqeyini dəyişə bilən hiləgər insandır. Bu, papaqçı ilə başmaqçının çıxan nəticədir. Bunu yazırıq 2-yə. Hakimiyyət dəyişsə də xalqın vəziyyət dəyişməsi və deyir ki, onların qayəsi eynidir. Hər ikisi bizi soymaqdır. Bu da doğrudur. Bunu papaqçı ilə başmaqçının diyaloqundan çıxan nəticədir. İnsanlar hakimiyyəti vəd etdiyi sözlərə inanmırlar. Yenə ondan bağlıdır. Müvəqqəti olaraq xalqa yaxınlaşmaq lazımdır. Bu da vəzirlə Sultan Əhmədin diyaloqundan çıxan nəticə. Cavab olur 1D, 2A, B, C, D variantı. Mətnə görə cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə var, mətndə yoxdur. 1. Vəzir Şeyx Əlinin Sultan adlandırmasına sərt reaksiya verdi. Vəzir yox, Sultan Əhməd özü reaksiya verdi. Düzdür, deməli 1 mətndə yoxdur. Sultan Əhməd Təbriz cəmaatını ağıllı və cəsur insanlar kimi düşünür. İlk bənddə nədir? Mən bu qoyun sürüsü deyir. Ona görə də bu da yanlışdır. Xalq Sultan Əhmədə qarşı onun istədiyi kimi reaksiya vermədi. Bəli, ilk abzasda bunu görürük. Doğrudur. 3 ilə başlayanları saxlayırsınız. Yerdə qalan çıxırıq. Cavabımız bəllidir zaten. 3, 4, 5. Gəlirik sağ tərəfə. Sultan Əhməd Şeyx Əlinin niyyətinə xəbərdar olsa da onu tanımır. Qardaşıdır. Necə tanımır? Bu da mətndə yoxdur. Elçilər Şeyx Əlinin Sultan Əhmədlə müttəfiqlik arzusunu demək üçün gəlmişdilər. Elçilər Şeyx Əlinin Sultan Əhmədlə müttəfiqlik arzusunu demək üçün burada bilinmir hansı arzusunu deməyə gəlmiş. Sadəcə onunla nədir? Görüşməyə gəl. Sözlərini sənə çatdırmaq istəyir. Demir ki, bu müttəfiqlikdir və yaxud. Bu da yoxdur. Qərar vermə zamanı bəzən vəzir Sultan Əhmədi qabaqlayıb öz hökmünü yeridirdi. Deyir, get elçiləri göndər saraya, gəlirəm. Və bu da mətndə var. Cavab olacaq 3, 4, 5 D bəndi. Mətnin əsas hissəsini genişləndirə biləcək cümlələri müəyyən edin. Bu giriş hissə bu hissədir, nəticə hissədə bu hissədir. Bu ortalıqda hissədə əsas hissə. İndi baxaq görək, hansı hadisələri biz əsas hissəyə artırıb onu genişləndirə bilərik. Vəzirin bu məsləhətindən sonra sultanın xalqla görüşə getmək həvəsi daha da artmışdı. Bu giriş hissəyə aiddir. Yəni buradakı söhbətə xalqla görüşməyi və onlar nədir? Öz tərəf çəkməyi məsləhət görmüş. Bu giriş hissə. Biri çıxırıq. Bir olan bəndlər getdi. 2. Sultan Əhmədin bu qəfil hiddəti hər kəsi qorxuya saldı. Burada minbaşıya qışqırır. Sultan Şeyx Əli kimdir? Haracanla bəri olub. Bunu ora artıra bilərik. 2. Vəzirin gətirdiyi dəlillər sultanın fikrindən döndərə bilmirdi. Bu sultanı danışdırmaq üçün əlindən gələn eləyirdi. Düzdür, sultan da elə yolundan dönmür ki, dönmür. Bunu əsas aid edə bilərik.
Sultanı bir neçə sərkərdə əyanlar və vəzir müşayiət eləyirdi. Bu da hansı hissəyətdir? Bunu da giriş hissəyə qoya bilərik. Bunu da çıxırıq. Sultan vəzirin təşəbbüsü əlinə almağına səsini çıxarmadı. Orada vəzir deyir, aparın elçiləri saraya, biz də gəlirik. Bu da əsas hissəyə aid edə bilərik. Cavab olacaq B variantı. Biri mətndə yoxdur. Sultanın təkəbbürü var. Xalqı zaten bəyənmir. Yəni incitə üçün danışmır. Vəzirin mənsəbpərəstliyi var. Öz əksini tapıb. Sultanın səmiyyəti bu mətndə yoxdur. Vəzirin ikiyüzlüyü var. Sultanın inadkarlığı var. Yəni vəzirin ikiyüzlüyü bu cəmaatın söhbətində bilinir də son hissədə. Yəni cavab olacaq C bəndi. Bu hissə, yəni sultanın səmiyyəti mətndə öz əksini tapmayıb. Mətnə əsasən cədvəli doldurun. Xalq və hakimiyyətin maraqlarının üst-üstə düşdüyü məqam, xalqın məqsədi, hakimiyyətin məqsədi. Orada fikir verirsinizsə, son dialoqla biz bunu anlaya bilirik. Məsələn, vəzirlə sultanın məqsədi nədir? Xalqın könlünü alıb, qardaşının Şeyx Əlinin şəhərə girməsinin qarşılığını almaqdır. Sonda da Başbaxçı Məhəmməd nə deyir? Deyir ki, bizim üçün nə fərqi? Sultan kim olacaq? Onların qayəsi bilir, bizi soymaq. Biz özümüzə, arvad uşağımıza görə çalışmalıyıq ki, indi şəhərdə olan qoşunu gələn qoşun üstələməsin. Deməli, hər ikisinin məqsədi Şeyx Əlinin şəhərə buraxılmaması. Şeyx Əlinin şəhərə girməməsi. Xalqın məqsədi, bax bu son hissəni yaza bilərik. Xalqın məqsədi biz özümüzə, arvad uşağımıza görə çalışmalıyıq ki, indi şəhərdə olan qoşunu, gələn qoşun üstələməsin. Çünki təzə gələn qoşun qarətə girişəcək, cəmaat yenə ayaq altında qalacaq. Qarətin, dağıntının qarşısının alınması, ailələrin qorunması, zorakılıqdan yayınmaq və s. bu kimi fikirlər yaza bilərsiniz. Hakimiyyətin məqsədi də yenə elə hakimiyyətini qorumaq, taxt tacı qorumaq. Taxt tacın qorunması, siyasi nəzarəti itirməmək və s. Buna uyğun cavablar yaza bilərsiniz. Mətndə tünd qara hərflərlə verilmiş sözlərə əsasən cədvəli doldurun. Tünd qara hərflərlə verilmiş sözlər toxunulu sözüdür, bir də uddusuz. Gəlin, baxaq görək orada hansı mənada işlənib? Məcazi yoxsa həqqi mənada? Bu sultana toxundu, yəni sultanın xətrinə dəydi, sultana təsir etdi və s. Burada məcazi mənadadır. Məcazi məna. Ancaq narazılığını gizlətmək oldu, uddu, yenə məcazi. Hər ikisi məcazi mənada. İndi bunların ifadə etdiyi mənanı yazırıq burada. Toxunmaq nədir? Xətrinə dəydi. Bunu bura qeyd edə bilərik. Pis təsir etmək və s. Buna uyğun fikirlər yaza bilərsiniz. Yəni, bir dənə yazsanız kifayət edir. Yəni, hamısını doldurmağa ehtiyac yoxdur. Uddu da burada nədir? Məcazi mənada, yəni dözdü mənasında yaza bilərik. Sonra təhəmmül etmək yaza bilərik. Təhəmmül etdi. Bunu bu formada qeyd edə bilərik. Üzə vurmadı. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndən dövrün ictimai-siyasi mənzərəsini əks etdirən iki fikir yazın. Mətndən belə nəticəyə gələ bilərik ki, məsələn, hakimiyyət uğrunda mübarizə edir. Niyə? Çünki Sultan Əhmədlə qardaşı Şeyx Əli arasında sıxıntı var. Hətta mətnin girişində də vəzirin Sultan Əhmədi xalq qarşısına çıxış etməsini, təkid etməsinin əsas məqsədlərindən biri nədir? Xalqın onun qardaşına qarşı nədir? Rəğbət bəsləməməsidir. Yəni, Sultan Əhmədə daha çox hörmət eləsinlər, şəhərin darvazasının açarlarını qardaşına verməsinlər və s. Bunu qeyd edə bilərik ki, hakimiyyət uğrunda mübarizə gedir. Hakimiyyət uğrunda mübarizə gedir, bunu qeyd edə bilərik. Sonra bu sonda başmaqçı ilə papaqçının dialoqundan da bir nəticə gələ bilər ki, hakimiyyət və xalq hakimiyyətin dəyişməsinə maraqlı deyil. Xalq hakimiyyətin dəyişməsində
maraqlı deyil. Çünki onsuz da olan ikisi də eynidir. Yəni bu cəmiyyətin vəziyyəti o qədər də yaxşı deyil zaten. Düzdür? Bunu da qeyd edə bilərik. Sonra məsəl üçün hakimiyyət zəifdir, qeyd edə bilərik. Buna kimi bunu da yaza bilərik. Sonra vəzir hakimiyyət daxilində daha çox söz sahibidir. Necə ki o çaparlarla bağlı, yəni elçilərlə bağlı fikrini onları saraya dəvət etdirməsi, yəni sultanın əsəbləşməsi, amma buna baxmayaraq vəzir nədir? O gələn şəxsləri qəbul etməsi, saraya yönləndirməsi və s. və s. bu kimi fikirlər yazır. Sonra xalqın sosial və iqtisadi vəziyyəti ağırdır. Yəni sondakı dialoqdan bunu hiss eləyə bilərik və s. Mətndə çərçivə daxilində verilmiş ifadələrin mənasını müəyyən edin. Çərçivə daxilində verilmiş ifadələr boyun qaçırmaqdır, bir də keçi qiymətinə satmaq. Keçi qiymətinə satmaq, yəni çox ucuz qiymətə satmaq. Çox ucuz qiymətə satmaq. Yəni dəyər dəyməzə vermək. Dəyər dəyməzə vermək mənasında. Boyun qaçırmaq da ki, yəni məsuliyyətdən qaçmaq, imtina etmək. İmtina etmək. Məsuliyyətdən qaçmaq. Və s. bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndə nöqtələrin yerinə məzmununa uyğun fikir yazın. Nöqtələr buradadır. Burada oxuyaq. Deyir, ancaq hər halda şəhər cəmiyyətini əldə saxlamaq gərəkdir. Ona görə də sənin danışıb nöqtələr vacibdir. Yəni belə deyəcəm ki, xalqı ələ almağın vacibdir. Və yaza bilərik. Xalqı, sənin danışıb xalqı ələ almağın vacibdir. Və bu kimi fikir yaza bilərik. Sonra məsəl üçün xalqın etimadını qazanmağın vacibdir. Xalqın etimadını qazanmağın vacibdir. Bunu yaza bilərik. Yəni mehriban, xalqa qarşı mehriban görünməyin vacibdir. Bir neçə xoş söz söyləməyin vacibdir və s. bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndə belə fikir yoxdur. Cavabları oxuyaq görə hansı fikir mətndə yoxdur? A. Avropa səyahəti Jane Adamsın gələcək həyat yolunu müəyyənləşdirmişdir. Bəli, biz mətnin giriş hissəsində bunu görə bilirik ki, Londonda gördüyü hadisəni Amerikada nədir? Belə deyək ki, həyata keçiriblər. Bu onun gələcək həyat yolunu müəyyənləşdirir. Bu doğrudur. Hull House təşkilatının fəaliyyəti müxtəlif yaş qruplarını əhatə edirdi. Bəli, bu da mətndə öz əksini tapıb. Həm böyüklər vardı, həm uşaqlar üçün dərslər tədris edirdilər. Hull House ölkənin gələcək həyatda əhəmiyyətli rol oynamışdır. Bəli, hətta orada Amerikanın siyasi tarixində müəyyən rol oynamış insanlar yetişiblər və s. Jane Adamsın təşkil etmək ideyası yoxsullara yardım, onların təhsilə bağlı olmuşdur. Bəli, bunu da deyə bilərik ki, hər kəs nədir? Eyni səviyyədə olmağı, hər kəsə oxumaq hüququ olduğunu vurğulamışdır. Bu da doğrudur. Jane Adams ABŞ tarixində ictimai filosof kimi tanınan ilk qadın hesab olunmuşdu. Mətndə belə bir fikir yoxdur. Yəni o daha çox Amerikada mətnin adına nə deyir? Nobel mükafatı almış ilk Amerikalı qadın. Yəni orada ictimai filosof kimi tanınan ilk qadın hesab olunmuşdur. Fikri mətndə yoxdur. Sualın cavabı olur Y bəndi. Mətnin ümumi ideyasına zidd olan fikri müəyyən edin. Bəndlərə baxaq görək hansı fikir mətnin ideyasına ziddir. Təhsil və xeyriyyətçilik insanların sosial vəziyyətini yaxşılaşdırmağa xidmət edir. Bəli, tamamilə. Mətnin ideyası ümumiyyətlə Jane Adams, yəni yoldaşı ilə, dostu ilə Londonda səyahətdə olanda bir xeyriyyətçilik ilə məşğul olan təşkilatın baş çəkirlər və oradakı o işi görürlər, düzdür, və gəlib Amerikada bu xeyriyyətçilik təşkilatını həyata keçirirlər. Yəni burada mətnin ideyası nədir? Az təminatlı yoxsul insanlara yardım etməkdir burada. Mətnin ideyası bunu göstərir və bu da A bəndində təhsil və xeyriyyətçilik insanların sosial vəziyyətini yaxşılaşdırmağa xidmət edir. Bəli, kasıb yoxsullara kömək eləmək üçün fəaliyyət göstərirlər. Bu uyğundur. Sosial ədalət və bərabərlik mədəni inkişafın əsas dayağıdır. Bəli, imkansızlara yardım edirlər. Sosial ədalət və bərabərlik zaten
İmkanı olan oxuyur, olmayan oxuya bilmir. Amma bunlar nədir? İmkansızlara kömək edirlər, bunu uyğunlaşdırırlar. Fərdi təşəbbüslər və şəxsi maraqlar sosial işlərin mahiyyətini təşkil edir. Demək olar ki, burada heç bir şəxsi maraq yoxdur. Nədir? Daha çox insanlara, yoxsul insanlara, az təminatlı insanlara nədir? Yardım etməkdir. C bəndə uyğun deyil. Liderlərin formalaşması və mədəni baxışların zənginləşdirilməsi gələcək üçün vacibdir. Yeni dediyimiz kimi, həmin o təşkilat, xeyriyyə təşkilatında, yəni oxuyan, işləyən insanların Amerikanın gələcək tarixində müəyyən rolları olmuşdur. Bu da doğrudur. Sosial yardımların təşkili ictimai həyatın inkişafına təkan verir. Bu da doğrudur. Cavab olacaq C bəndi. Çünki mətndə heç bir şəxsi maraqdan söhbət getmir. Bu məqsədi həyata keçirmək üçün böyük bir binanı icarəyə götürürlər. Cümləsi ilə mətnin neçənci abzasını genişləndirmək olar. Bax, bu hissəyə fikrin 3-cü abzası. Yəni, bu 1-ci abzasdır. Bu 2-ci abzas, bu da 3-cü abzas. Qızlar ABŞ-yə qayıtdıqda nə edəcəklərlə bağlı heç bir tərəddüdləri yox idi. Ciddi axtarışlar onları Chicago'nun yoxsullar rayonuna, mühacirlər yaşayan yerlərə gətirib çıxarır. Beləliklə, Chicago'nun kasıb bir məhəlləsində Jane Addams Hull House xeyriyyə təşkilatını qurur. Bu təşkilat həmin dövrdə Amerikanın ilk xeyriyyə təşkilatlarından biri olur. Təşkilatın məqsədi yoxsul insanlara yardım etmək və onlara təhsil verməkdən ibarət idi. Hull House xeyriyyə təşkilatı kimi qısa zamanda bir çox böyük işlərə imza atır. Yəni, bu cümləni biz gətirib bura qoya bilərik. Düzdür? Belə deyək ki, beləliklə Chicago'nun kasıb bir məhəlləsində Jane Addams adlı, yəni buradan qabağa bunu artıra bilər ki, bu məqsədi həyata keçirmək üçün böyük bir binanı icarəyə götürürlər və s. və s. Yəni, bu cümlə, bax, 3-cü abzasa artırıb mətni genişləndirə bilərik. Cavabımız olur D bəndi. Mətnə görə düzgün əlaqələri müəyyən edin. Bizə səbəb-nəticə əlaqələri verilib. Gəlin görək hansılar doğrudur. Jane Addams Londonlu tələbələrin təşkilatı ilə tanış olmaq istəyirdi. Rəfiqəsi Helen Starr ilə birlikdə Avropaya səyahət etdi. Yəni, bu səbəb-nəticə əlaqəsi bununla bağlı deyil. Yəni, onlar sadəcə Avropa səyahəti zamanı Londonda xeyriyyəsi ilə məşğul olan Toynbee Hall təşkilatına baş çəkilir. Yəni, burada mətndə göstərilməyib ki, tələbələrin təşkilatla tanış olmaq istəyir. Sadəcə səyahət zamanı qarşılarına nədir? Çıxıb. Ona görə də biri biz qəbul etmirik. Bir olan bəndləri çıxırsınız. Hull House təşkilatının şöhrəti artdı və nüfuzu yüksəldi. Jane Addams şəhərin sosial işlərinə dəvət olunub. Doğrudur, tamamilə mətn öz əksini tapıb. Jane Addams yoxsulların təhsilinə xüsusi fikir verdi. Doğrudur, şəhərdə yoxsullar üçün bir neçə məktəb açın. Xeyr, bir neçə məktəb yox, sadəcə bir dənə binanı götürürlər. Bu nəticəsi yanlışdır. Bunu da çıxırıq. 3 olan bəndə çıxdıq. Jane Addams və Starrın fəaliyyəti rəğbət doğrudur. Dövlət təşkilatın büdcəsi üçün pul hədiyyə etdi. Mətndə dövlətin bu təşkilata büdcədən yardım alması söhbəti yoxdur. Ona görə 4 də səhvdir. Jane Addams vətəndaş məsuliyyətini dərk edirdi. Bəli, bacarıqlı insanların inkişafına xüsusi diqqət yetirirdi. Bu da doğrudur. Cavab olacaq 2-5 C bəndi. Mətndə altından xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənanı ifadə edir? Mətndə altından xətt çəkilmiş söz, bax, seçilir sözüdür. Seçilir sözü burada hansı mənadadır? Oxuyaq. Belə ki, o, 1905-ci ildə təhsil üzrə müşavir təyin edilir. Bir müddət sonra isə məktəblərin idarəsi üzrə komitənin nümayəndəsi seçilir. Buradakı seçilmək hansı mənada? Nümayəndəsi təyin olunur. Elə burada öz əksini tapır. Yəni, bu təyin olunmaq mənasındadır. Təyin olunmaq mənasında, təyin edilmək mənasında. Burada da fikir versək, D bəndində Sənan həmişəki kimi komandanın kapitanı seçildi, kapitanın təyin olundu. Yəni, buradakı məna ilə mətndəki məna eynidir. Sualın cavabı olur D bəndi. Mətnə görə cədvəli doldurun. Bizə müddəa verilib. Müddəanı əsaslandıracaq faktı tapıb mətndən yazaq. Məsələn, Hull House müxtəlif sosial təbəqələri bir araya gətirirdi. Məsələn, fikir versə bu abzasda deyir ki, Jane Addams və rəfiqəsi Helen Starr ehtiyacı olanlar üçün pul toplayır, yüksək təbəqəyə məxsus gənc qadınları onlara maddi dəstək verməyə, yoxsul uşaqların qayğısına qalmağa, az təminatlı xəstələrə kömək etməyə səsləyirdilər. Buradan da belə bir nəticə çıxara bilərik ki, mətnə görə Hull House yoxsullar üçün sığınacaq və
təhsil ocağı olmuş. Eyni zamanda zəngin insanlardan dəstək görmüşdür. Bu da onu göstərir ki, imkanlarla az təminatların eyni sosial mühitdə toplaşması anlamına gəlir. Yəni, faktda bu kimi fikirlər yazaraq sualı cavablandıra bilərik. Mətndə tünd qara hərflərlə verilmiş sözlərin mənalarını izah edin. Mətndə tünd qara hərflərlə verilmiş sözlər, baxın, burada tərəddüdlərdir, burada da komitədir. Tərəddüd nədir? Qərarsızlıq, əminsizlik, əmin olmamaq kimi mənalarını qeyd edə bilərik. Komitə də idarə, təşkilat, orqan və s. Belə fikirlər yazıb sualı cavablandıra bilərik. Verilmiş fikirlərdən uyğun hesab etdiyiniz mətnin məzmunu ilə əlaqələndirin. Yəni, hansı fikir, bizə iki fikir verilib, hansı fikri uyğun hesab edilirsə, onun mətnin məzmunu əlaqələndirməliyik. Məsələn, məqsədi xidmət etmək olan şəxs minlərlə insan həyatına dəyişə bilər. İkinci fikir, həyatı öyrənməyin ən doğru yolu yeni macəra axtarmaqdır. Bu mətnin məzmununa uyğun gələn fikir birinci fikirdir. Bunu seçirik, sonra əsaslandır. Bax, bura fikir verin. Bu 1, 2, 3, 4-cü abzasının son cümləsinə baxın. Məhz bu uğurlu başlanğıcın nəticəsi idi ki, Hull House təşkilatı fəaliyyətinin 2-ci ilində artıq həftəyə 2000 nəfər qəbul edir. Bu nə deməkdir? Yəni, bu elə birinci fikrin nədir? Tam gözəl əsaslandırılmalı olan fikridir. Onu oraya qeyd edə bilərik ki, məhz Hull House təşkilatı artıq ikinci ilində həftəyə 2000 insana dəstək olurdu. Bax, bu cavabı yazaraq sualı bu şəkildə yekunlaşdıra bilərik. Mətndə qarşısında işarə qoyulmuş sözlərə əsasən cədvələ tamamlayın. Qarşısında işarə qoyulmuş sözlər oyadırla qızıldır. Baxaq görək, oyadır buradadır. Oxford Universiteti tələbələrinin xidmət göstərdiyi bu yer Jane-də sosial problemlərə qarşı maraq oyadır. Burada məcazidir, yəni poetik funksiya daşıyır. Poetik. Amerika tarixinə qızıl hərflərlə yazdırmağa müvəffəq olmuş. Yəni, adını qızıl hərflərlə yazdırmaq yenə burada məcazilik, poetik var. Poetizm. Poetik funksiyadır hər ikisində. Biz isə bura bunların qarşılığı kimi, yəni poetik isə informativ, həqiqi mənada qeyd eləməliyik. Məsələn, belə deyək ki, tutaq ki, ana yatmış övladını oyadır. Bunu bu formada yaza bilərik. Qızıl sözünün informativ formasında yaza bilərik ki, qızılın qiyməti qalxır. Qızılın qiyməti qalxır. Bəli, bunu da bu formada cavablandıra bilərik. Mətnin 3-cü və sonuncu abzaslarındakı fikirlərdə uyğunsuzluq var. Həmin cümlələri müəyyən edib yazın. 3-cü abzas bu hissədir, sonuncu abzas bu hissədir. Baxaq görək burada nə var və diqqətlə fikir verirsiniz, görürsünüz ki, beləliklə, Chicago'nun kasıb bir məhəlləsində Jane Addams Hull House xeyriyyə təşkilatlarını qurur. Bu təşkilat həmin dövrdə Amerikanın ilk xeyriyyə təşkilatlarından biri olur. Burada bu cümlə qeyd olunur. İlk xeyriyyə təşkilatlarından biri olur. Son cümlədə isə məhz bu səbəbdən o 20-ci əsrdə bütün dünyada reformizm cərəyanının ilk nümayəndəsi, ölkədəki Hull House adlı yeganə xeyriyyə təşkilatın qurucusu kimi adını Amerika tarixində qızıl hərflərlə yazdırmağa müvəffəq olmuşdur. Yəni, bir-birinə uyğunsuz təşkil edən budur. Məsələn, yazırıq ki, 3-cü abzasda bu təşkilat həmin dövrdə Amerikanın
Amerikanın ilk xeyriyyə təşkilatlarından biri olur. İlk xeyriyyə təşkilatlarından biri olur. Bunu qeyd edə bilərik. Yəni sonuncu abzasda da bu cümləni bütöv köçürməyə ehtiyac olmasa da qeyd edərik ki, Hull House adlı təşkilat yeganə xeyriyyə təşkilatı idi. Yəni bu hissəni seçib qeyd edə bilərik. Yəni cümləni tam köçürməyə o qədər də ehtiyac yox. Yəni cümləni tam köçürənə də bal veriləcək, bunu qeyd edilənə də bal veriləcək. Yəni bu suala da bu şəkildə fikirlər yazaraq cavablandıra bilərik.